Ulduz kino filmindən səhnə çıxış edir. Aktyorluq üzrə ikinci yer Qasımova Nilay. Köməkli edir Əliyev Məhəmməd. Müəllim Həmzəyeva Gülmira. Bu kimdir? Yine şehirden gelen kızlardandır. Yorulup yatırmış. Az dur. Ay kız dur. Uy başıma xeyra, sen niye burada yatırsan? Dur gedək evə. Az dur. Mən qız deyiləm. Görürəm. Baxdım gətirib ki kız olmamısan. Yoksa bu gözlerle ömür billah evde kız qalardın. Az dur, eşitsən? Görmürsən burada istirahat edirəm? Buy, sen kimsən? Mən Məhəmmədəm. Buy tanımadım. Bəs familyan nədir? Məhəmmədov. Bəs dədənin adı nədir? Məhəmməddir, Məhəmməd. Məhəmmədoğlu Məhəmmədov. Başa düşdün? Buy bəxtəvər, bütün Məhəmmədləri yığ doldurursan üstünə. Axı sən kimsən? Mən o toyuqçuluq fermasının briqadiri. Deyirəm axı, fermada toyuqlarla nə danışasan? Odur ki, bir insan övladı görən kimi qırsaq-qız olub yapışırsan xitləyindən. Bura bax. Hə. Mənim qadın xaylağı ilə aram yoxdur. Məndən əlini üz. Buy hə, elə sən də məndən əlini üz. Mənim də kişilərdən xoşum gəlməz. Kişi görəndə elə bir yumurtlamayan toyuq görürəm. Bəs sevgi, məhəbbət, eşq. Bu nə olan şeydir Məhəmməd? Başa düşmədin? Yox, düşmədim. Bu saat səni başa salaram. Göz qaralır, başın alır, adam soğur eşqidən. Gör dünyada nələr olur eşqidən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşıq olmazsan ki? Yox ha. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Mən sevirəm ailəm, incirə yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, eşq nədir. Avaralıq eləmək üçün bunlar bir bəhanədir. Adın nədir? Məhəmməd. Sözümüz sözdür. Əlbət. Mən bilirəm sənin kimi yoldaş tapmaq çətindir. Məhəmmədin yoldaşlığı əzimlidir, mətindir. Biz dost olaq, axıracan bir olaq. Həyatda bir yol götürək, əməkdə bir olaq. Adın nədir? Züleyxa. Aşıq olmazsan ki? Yox ha. Mən sevirəm hətim başı tənbəl yatan kişini. Mən sevirəm hətim başı tənbəl yatan kişini. Adam gərək namus ilə başa verə işini. Əlini ver məncə budur səndə mənim məqsədim. Sənin kimi üzü yola mən dünya
fermadandır. Yox, yox, öz həyətimdən. Bax onda yiyərəm.